Salam, hər vaxtınız xeyir. 9-cu siniflərin buraxılış imtahanı üçün nəzərdə tutulmuş Səsən ədədi sınaq toplusundakı ümumi sınaqların həllinə baxaq. Ümumi sınaq 1-lə başlayaq. Birinci sualda deyilir ki, A natural ədədi üçün bu hasil 8A kvadratına bərabər olarsa A-nı tapın. Əvvəlcə düsturu yadımıza salaq. Əküb AB vurulsun əbub AB, yəni əküb və əbubun ədədləri əgər eynidirsə, bu hasil elə A vur B-yə bərabərdir. Burada əkübun da, əbubun da ədədləri A və 24-dür. Deməli, bu hasil A vur 24-ə bərabərdir. A vur 24 bərabərdir 8A kvadratına. A sıfırdan fərqli olmaq şərti ilə hər tərəfi A-ya bölürük. Olacaq 8A bərabərdir 24, A da bərabərdir 3. Yəni, cavab A variantı. İkinci suala baxaq. Satıcı almanın 30%-ni birinci gün, 24%-ni ikinci gün, qalan 92 kiloqram almanı isə üçüncü gün satdı. Satıcı birinci gün neçə kiloqram alma satmışdır? Deməli, baxaq. Birinci gün, ikinci gün və qalan 92 kiloqram almanı üçüncü gün. Bütün almanı işarədək, deyək ki, A kiloqram alma var. Bu A kiloqram almanın 30%-ni birinci gün. A vur 30 bölü 100. Yəni, onda 3A. 24%-ni ikinci gün. A vur 24 bölü 100. Olacaq %24A. İxtisar etmirəm, belə qalsın. Və qalan 92 kiloqram almanı isə üçüncü gün satdı. İndi bunları toplayırıq. Bərabər edirik ümumi almanın çəkisinə. Yəni, onda 3A üstə gəl %24A üstə gəl 92 bərabərdir A-ya. Buradan bu ikisini hesablasaq, ortaq məxrəc 100, 30A üstə gəl 24A üstə gəl 92 bərabərdir A-ya. A minus yerlərini dəyişirəm və yaxud belə yazaq. A bərabərdir %54A üstə gəl 92. Buradan A minus %54A bərabərdir 92-yə. A-nın yerinə %100 yazırıq. Ortaq məxrəc 100. 100A minus 54A bərabərdir 92. Buradan alırıq ki, 100-dən 54 çıxanda 46A bölünsün 100 bərabərdir 92. A da bərabərdir çarpaz vuranda. 92 vur 100. 92-ni 46-ya bölürük 2 dəfə. Olacaq A 200. Bizdən nə soruşurdu? Bizdən birinci gün satılan almanı soruşur. Birinci gün onda 3A alma satılıb. Onda 3-ü vururuq A-ya. A da 200-dür. 200-ü ona böləndə 20, 20-ni 3-ə vuranda 60. Deməli, birinci gün 60 kiloqram alma satılıb. Üçüncü suala baxaq. İki zəri eyni anda atdıqda üz-üzə düşən xallar fərqinin 2 olması hadisəsinin ehtimalını soruşur. Deməli, üz-üzə düşən xallar fərqi 2 olmalıdır. Deyək ki, birincidə 6 olsa, ikincidə 4 düşməlidir. Birincisində 5, ikincisində 3, birincisində 4, ikincisində 2, yəni fərq 2 olması üçün 3, 1. Və yaxud da bunların tərsi, yəni yerlərini dəyişirik. 2 digərində olmur, yəni olacaq 4, 4 yazmışdıq, 4, 2-ni yazdıq. Yəni burada 4, ikinci zərdə 6, birinci zərdə 3, ikinci zərdə 5, birinci zərdə 2, ikinci zərdə 4, yenə fərq 2 olur. Birinci zərdə 1, ikinci zərdə 3. Deməli, bu zamanda yəni üz-üzə düşən xallar fərqi 2 olur. Biz bilirik ki, 2 zəri eyni anda atdıqda mümkün halların sayı 6-nın kvadratı olacaq. 1 zəri atdıqda mümkün hal 6 dənədir. 6 üzü var. 2 zəri atdıqda 6-nın kvadratı, 3 zəri atdıqda 6-nın kubu, yəni neçə dəfə atırıqsa həmin ədəd 6-nın qüvvətinə yazılır. 2 zəri eyni anda atanda olacaq 6-nın kvadratı. Bu mümkün halların sayıdır. Əlverişli halların sayıda 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 əlverişli hal var.
6'nın kvadratı 36. Burada 8. 4'e böləndə 2 dəfə, 9 dəfə. Ehtimal olacaq 9'da 2 A variantı. Dördüncü suala baxaq. 0,25 ədədinin qiymətli hissəsi ilə tərtibinin hasilini soruşur. Biz bilirik ki, ədəd standart şəkildə olanda A vur 10 üstü n. Burada qiymətli hissə A 1-dən böyük və ya 1-ə bərabər ola bilər, amma 10-dan kiçik olmalıdır. Bizim ədədimiz 0,25'dir. Bu ədəd bu aralığa daxil deyil. Bu aralığa daxil olması üçün vergül burada yox, 2 və 5'in arasında olmalıydı. Yəni vergülü 2 rəqəm qabağa sürüşdürməliyik ki, yəni standart şəkildə bu yazılışda bu aralığa düşsün. Vergül 2 rəqəm qabağa sürüşəndə olacaq bu ədədimiz 2,5 vurulsun 10 üstü. 2 rəqəm qabağa sürüşdürmüşük deyə olacaq -2. 2 rəqəm sola sürüşdürsək olacaq -2. Çünki 2,5'i 10 üstü -2, yəni 100'ə böləndə 0,25 alınır. Deməli biz 0,25'i 2,5 vur 10 üstü -2 şəklində yazmalıyıq ki, standart şəkildə düşsün. Burada qiymətli isə 2,5'dir, tərtibi isə -2. Bunların hasili olacaq -5 C variantı. 5-ci sualda tənliyin kökləri hasilini soruşur. Ax kvadratı, daha doğrusu x kvadrat çevrilmiş kvadrat tənliyi yazaq. X kvadrat üstəgəl bx üstəgəl c bərabərdir 0 tənliyi üçün. Viet teoreminə görə tənliyin kökləri cəmi əks işarə ilə ikinci əddin əmsalı. Köklər hasili sərbəst həddə c bərabərdir. Bu tənlikdə görürük ki, köklər hasili c yoxdur. Deməli c nədir? 0'dır. Və yaxud da tənliyi həll edib də yazmaq olar. X kvadratı minus 7x bərabərdir 0. X orta qruq çıxardırıq. X minus 7 bərabərdir 0. Ayrarlıqda 0'a bərabərdən də köklər 0 və 7. Bunların da hasili olacaq yenə 0. 6-cı sualda hasili soruşur. Deməli, burada kökün altındakı ədədi sadələşdirməliyik. 4 üstəgəl 2 kök altda 3. Bu tip suallarda kökdən biri köksüz verilir ədədi, yəni kökdən çıxalmış vəziyyətdə kök 3 minus 1, biri kökün altında verilir. Burada fikirləşməliyik ki, kök 3 minus 1'i kvadrata yüksəldəndə 4 plus 2 kök altda 3'ün qoşması verirmi? Əgər qoşması verirsə, kök 3 minus 1'i kökün altına salmalıyıq. Və yaxud da kökün altındakı ədədi iki ifadə cəminin və yaxud da fərqini mötərizə kvadratı şəklinə gətirməliyik. İndi burada hasil kökü 2 kök 3'dür. 2 kök 3 almaq üçün kök 3'ü 1'ə vurmalıyım. İndi baxaq görək kök 3 ilə 1'in cəmi. Bunun mötərizə kvadratı bizə nəyi verir? Kök 3'ün kvadratı 3. Üstəgəl 2 kök altda 3. Üstəgəl 1'in kvadratı 1. 3 ilə 1 4. Üstəgəl 2 kök altda 3. Deməli burada 4 üstəgəl 2 kök altda 3'ün yerinə biz yazmalıyıq kök 3 plus 1'in mötərizə kvadratı. Burada köklə kvadrat gedir. Qalır kök 3 plus 1. Və yaxud kök 3 minus 1'i kökün altına salmaq olar. Yəni bu birinci sual. İkinci yolla kök 3 minus 1 kökün altına salanda olacaq kök 3 minus 1'in kvadratı vurulsun. Digər kökdə olduğu kimi qalsın. Kök 3 minus 1'in kvadratı verir bizə 3 minus 2 kök altda 3 üstəgəl 1. Dərəcələr eyni olduğuna görə bir kökün altına salırıq. 4 üstəgəl 2 kök altda 3. Bu da 4 minus 2 kök altda 3'dür. Bu da 4 plus 2 kök altda 3. Deməli a kvadratı minus b kvadratı düsturun açılışıdır. Olacaq 4'ün kvadratı minus 2 kök 3'ün kvadratı. 4'ün kvadratı 16. 2 kök 3'ün kvadratı da 2'nin kvadratı 4. Kök 3'ün kvadratı 3. 16'dan 12 çıxanda 4. Kök altda 4 də 2'ni verir. Yəni cavab Y variantı. Və yaxud da bayaq deməli birinci yolla axıra kimi davam etmədim. Kökdən ədədi çıxartdıq. Kök 3 plus 1 alındı. Kökün əvvəlində də ədəd var idi. Kök 3 minus 1. Bunu vururuq. Kökdən çıxartdığımız ədədə kök 3 plus 1'ə. Yenə kök 3'ün kvadratı 3. 1'in kvadratı 1. 3'dən 1 çıxanda fərq 2. Yəni hər iki yolla cavab 2 alınır. Baxırıq 7-ci suala.
Çevrənin tənliyi verilmiş çevrənin uzunluğunu soruşur. Çevrənin uzunluğu L və yaxud da C hərfi ilə işarə edirik. 2pi r. Radius tapmalıyıq. Deməli, burada mərkəzin koordinatları ilə verilib. Çevrənin tənliyi, yəni x minus a kvadratı üstəgəl y minus b kvadratı bərabərdir r kvadratı. R kvadratının yerində 25 dayanıb. Deməli, radius olacaq 5. Yerinə qoysaq 2 pi 3'dür. R də 5. Hasil olacaq 30. C variantı. 8-ci sualda ifadəsini sadələşdirin deyir. Əvvəlcə sürəti vurğulara ayıraq. Olacaq x minus 1 bölü x. X plus 1 bölü x. Yəni a kvadratı minus b kvadratı düsturuna görə vurğulara ayırırıq. A minus b, a plus b. Məxrəc olduğu kimi qalır. X plus 1 bölü x. Vurulsun x kvadratı da olduğu kimi qalır. Məxrəcdə də x plus 1. X plus 1 bölü x'lər ixtisar gedir. Deməli, baxaq nə qalır? Sürətdə qalır. Bərabərdir. X kvadratı vurulsun x minus 1 bölü x. Məxrəcdə də x plus 1. Burada vurub açırıq. X kvadratını x-ə vuranda x kubu, x kvadratını 1 bölü x-ə vuranda x-lər ixtisar gedir. X qalır təkcə. Məxrəcdə də x plus 1. Sürətdən x orta qrup çıxır. X kvadratı minus 1. Məxrəcdə x plus 1. X kvadratı minus 1 də yenə vurğulara ayrılır. X minus 1, x plus 1. Məxrəcdə x plus 1. X plus 1'lər ixtisar gedir. Cavab olacaq x vur x minus 1. Yəni x kvadratı minus x. X'i də mötərizənin daxilinə vururuq təzədən. X kvadratı minus x alınır. Düzgün cavab A variantı. 9 nömrəli sualda ifadəsinin qiymətini soruşur. Deməli, 25 minus 1 bölü 5. Bunu da vurğulara ayıra bilərik. 5 minus 1 bölü 5. 5 plus 1 bölü 5. Məxrəcdə də 5 plus 1 bölü 5 var. Bunlar ixtisar gedəcək. Olacaq sürət 5 minus 1 bölü 5 vurulsun 10. Onu da mötərizənin daxilinə vuranda 50. Onu 5'ə vuranda 50. 5'də 1'i 10'a vuranda 15'ə bölürük 2. 50 minus 2 fərq olacaq 48 B variantı. 10-cu sualda bərabərliyin B parametrinin hansı qiymətində bərabərlik x-in istənilən qiymətində doğrudur. X kvadratı minus 9'u vurğulara ayırırıq. X kvadratı yəni minus 9 3'ün kvadratı deməkdir. X minus 3, x plus 3. X minus 3 verilib bizə. Deməli, bunun yerində x plus 3 olmalıdır. X plus b minus 2 bərabər olmalıdır x plus 3'ə. Burada x'lər eynidir. Deməli, b minus 2'nin yerində 3 olmalıdır. Buradan da b bərabərdir 5. Cavab D variantı. 11 nömrəli suala baxarıq. Ədədin 2'də 1 hissəsi 10'da 1 hissəsindən neçə faiz çoxdur? Hər hansı bir ədəd götürək, həm 2'yə, həm də 10'a bölünən olsun. Ədədimiz olsun 20. 20'nin 2'də 1 hissəsi, 20'nin 2'də 1 hissəsi olacaq 10. 20'nin 10'da 1 hissəsi olacaq 2. Yəni deyir ki, 10 2'dən neçə faiz çoxdur? 2 bizim 100 faizimizdir. 100 faiz. 10 olacaq x faiz. Çünki 10'u soruşur neçə faiz çox olduğunu. Ona görə 10'u tapmaq üçün 10 x faiz olacaq. Buradan x bərabərdir. 2'də 10 vur 100 verir bizə 500. 500 faiz. Əvvəl 200 faiz idi. 10 500 faizdir. 500 100'dən 400 faiz çoxdur. Yəni ədədin 2'də 1 hissəsi 10'da 1 hissəsindən 400 faiz çoxdur. Cavab Y variantı. 12 nömrəli sualda ABC üçbucağında BAC 38 dərəcə, ACB 44 dərəcə, AD BD-yə bərabərdir. CBD bucağını soruşur.
Deməli, AD BD bərabərdirsə, burada alınan ABD üçbucağı bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucağın oturacağına bitişik bucaqları bərabərdir. Yəni, bura 38 dərəcədirsə, burada olacaq 38. 38, 38, 76. 180-dan 76 çıxarıq, olacaq 104. Yəni, buradakı bucaq 104 dərəcə. Bura 104-dürsə, bunun qonşusunda tapa bilərik və yaxud da bu üçbucağa baxırıq. Üçbucağın xarici bucağı özünə qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Bu 104 dərəcəli bucaq bu üçbucaq üçün xarici bucaqdır. Həmin 104 özünə qonşu olmayan x və 44-ün cəminə bərabərdir. Buradan x olacaq 104-dən 44 çıxanda 60, yəni B variantı. Və yaxud da 104-ün qonşusunu tapırıq 76. 76 üstəgəl 44 üstəgəl x bərabərdir 180 dərəcə yazıb. Yenə oradan x-i tapmaq olar. 13 nömrəli sualda düzbucaqlı paralelpipedin oturacağının tərəfləri x və x plus 5-dir. Düzbucaqlı paralelpipedin hündürlüyü 8 və həcmi 192 olarsa x-i soruşur. Düzbucaqlı paralelpipedin həcmi A vur B vur C. Yəni, oturacağının sahəsi vurulsun hündürlük. Burada hündürlük həm də C ilə işarə edirik. İndi oturacağının tərəfləri x və x plus 5-dirsə, oturacağı düzbucaqlıdır. Yerinə qoyuruq 192 bərabərdir. X vur x plus 5 vurulsun hündürlükdə 8-dir. 192-ni 8-ə bölürük. 2 dəfə 16, 24 bərabərdir. X vur x plus 5. X kvadratı üstəgəl 5x, 24-ü sağ tərəfə keçirtdim. Bərabərdir 0. Köklər olacaq, deməli, 3 və 8. Cəmi mənfi 5 verməlidir. Viyet teoreminə görə, yəni x1 üstəgəl x2 mənfi 5, x1 vur x2 mənfi 24. Deməli, bu ədədlər 3 və 8-dir, amma cəm mənfi olduğuna görə 8 mənfidir. 8 mənfi olduğuna görə kənar kökdür. X olacaq 3. Bizdən də x soruşur. Cavab C variantı. 14 nömrəli sualda tənliyin həllini soruşur. X üstəgəl 10,8 bərabərdir. Çarpaz vururuq. 7 vur 2,4. X üstəgəl 10,8 bərabərdir. 2,4'ü 7'ye vururuq. 28, 2 yadda 16,8. Buradan da x bərabərdir. 16,8 minus 10,8. Cevap 6 tam. A variantı. 15 nömrəli sualda çoxluğun elementlərindən istifadə etməklə əmələ gələn bütün iki rəqəmli ədədlərin sayını soruşur. İki rəqəmli ədəd A, B şəklindədir. Bunu yazmaq da olar, çünki 3 dənə elementdən ibarətdir. A-nın yerində 3 və 5-dən biri ola bilər. Yəni A üçün 2 mümkün hal var. Sıfırdan ədəd başlamır. A-nın yerinə bir sıfır yaza bilmərik. Burada müxtəlif demir, yəni rəqəmlər eyni də ola bilər. Əgər müxtəlif desəydi, B üçün də 2 seçim qalasıydı. Amma müxtəlif demədiyinə görə B üçün də 3 seçim var. Yəni B-nin yerində 0, 3 və 5-in hər üçü ola bilər. Cavab olacaq 6. Deməli 0, 3 və 5-dən istifadə etməklə 2 rəqəmli ədədlərin sayı, yəni 6 dənə ədəd yaza bilərik. Cavab D variantı. Əgər rəqəmlər müxtəlif desəydi, 2 vur 2, 4 dənə də düzəldə bilərdik. Yəni rəqəmləri eyni olan ədədləri çıxmalıydıq. Ədədləri də yaza bilərik. Məsələn, 35, 30, 50, 53 və rəqəmləri eyni olan 33, 55. Rəqəmlər müxtəlif desəydi, biz bu ikisini çıxmalıydıq buradan. 16 nömrəli sualda 2 oxşar üçbucağın uyğun tərəfləri 15 və 18-dir. İkinci üçbucağın perimetri 79,2 olarsa, birinci üçbucağın perimetrini soruşur. 2 oxşar üçbucağın tərəfləri 15 və 18-dir. A1 15, A2 18. İkinci üçbucağın perimetri 79,2-dir. Birincini soruşur. P1 sual, P2 bərabərdir 79,2.
Oxşar üçbucaqların, oxşar fiqurların tərəfləri nisbəti oxşarlıq əmsalı k-ya bərabərdir. Həmçinin perimetrlərin nisbəti də oxşarlıq əmsalı k-ya bərabərdir. Bunu bu cür yaza bilərik. A1 bölü A2 bərabərdir. Elə P1 bölü P2. 15 bölü 18 bərabərdir. P1 bölü 79/2. P1 vur 18 bərabərdir. 15 vur 79/2. P1 bərabərdir. P1'in yanındakı ədəd məxrəcə düşür. Sürətdə 15 vur 79/2. Vergül bir rəqəm sağa sürüşdürəndə 18 yanına 0 gəlir. 18'də 5 bir dəfə, 30'da 5 2 dəfə. 79'da 2, 12 yerləşir 6 dəfə. 72'də 12 yenə 6 dəfə olacaq. Birinci üçbucağın perimetri 66 santimetr. 17 nömrəli sualda bərabərsizliyin ən böyük tam əlini soruşur. Pi minus 4 vurulsun 2x minus 11 böyüktür bərabərdir 0. Burada pi minus 4 hər hansı bir ədəddir. Bizə bunun işarəsi lazımdır. Pi bilirik ki 3/14'ə bərabərdir. 3/14'dən 4 çıxsaq olacaq işarə mənfi. Çünki 3/14 4'dən kiçikdir. İndi biz bunun yerinə sadəcə mənfi yazacağıq. Yəni mənfi mötərizənin olduğu kimi saxlayıram. 2x minus 11 böyükdür bərabərdir 0. Mənfini vururuq mötərizənin daxilinə. Mənfi 2x üstəgəl 11 böyükdür bərabərdir 0. Mənfi 2x böyükdür bərabərdir mənfi 11. 11 sağ tərəfə atdıq. X kiçikdir bərabərdir 5/5. X-in əmsalı mənfi olduğuna görə hər tərəfi mənfiyə böləndə bərabərsizliyin işarəsi əksinə dəyişilir. X kiçikdir 5/5 mənfi sonsuzluq 5/5 deməkdir. Bu aralıqda da ən böyük tam ədəd müsbət 5'ə bərabərdir. 18 nömrəli sualda A parametrinin hansı qiymətində K-4 3 nöqtəsi bu düz xəttin üzərindədir. Yerinə qoyuruq. Burada K-4 x-i 3'də y-i göstərir. 6 vurulsun K-4 minus 5 vurulsun 3 bərabərdir 21. 6K minus 24 minus 15 bərabərdir 21. 6K bərabərdir 21 üstəgəl 24 üstəgəl 15. 6K bərabərdir 45 üzərinə 15 gələndə 60. K da olacaq 10. A parametri yazılıb. Yəqin ki K parametrini yazmaq istəyiblər. Yəni cavab olacaq 10. 19 nömrəli sualda n A birləşmə B-ni soruşur. Buradakı n sayı göstərir. Əvvəlcə A birləşmə B çoxluğunun elementlərini yazaq. İki çoxluğun elementlərindən ibarət çoxluğa deyilir. Əgər bir element hər iki çoxluqda varsa, yalnız bir dəfə yazılır. 1, 2, 3, 4, 6, 10 və 13. Buradakı elementlərin sayı n bərabərdir. 1, 2, 3, 4, 5, 6, 7. 7 element var. 19, 20 nömrəli suala baxaq. Sahəsi 144 pi olan dairənin diametrini soruşur. Dairənin sahəsi pi r kvadratı. 144 pi bərabərdir pi r kvadratı. Hər tərəfi pi'yə böləndə r kvadratı 144 r olacaq 12. Diametrdə 2 radiusa bərabərdir. 2'ni 12'yə vuranda olacaq 24 santimetr. 21 nömrəli sualda ifadəsinin qiymətini soruşur. B 12 olarsa B-ni yerinə 12 yazırıq. 5 vur 12 minus 58. 60'dan 58 çıxırıq. Olacaq 2. 22-25. sualların həlli ətraflı yazılı cavab tələb olunur. Baxaq 22 nömrəli suala. Düzbucaqlı trapesiyanın əvvəlcə düzbucaqlı trapesiya çəkirik. Bir tərəfi düzbucaq əmələ gətirməlidir. Bu düzbucaqlı trapesiyadır. Kiçik diaqonalı yan tərəfə perpendikulyardır. Bu bunun kiçik diaqonalıdır. Yan tərəfə perpendikulyardır.
Adlandıraq. Buradakı bucaqlar düz bucaqdır. A, B, C, D trapesiyası AC, CD perpendikulyardır. Və böyük oturacaqla 30 dərəcəli bucaq əmələ gətirir. Düzbucaqlı trapesiyanın böyük yan tərəfi 8, CD AB-dən böyükdür. Trapeziyanın orta xəttini soruşur. İndi biz bilirik ki, düzbucaqlı üçbucaqda bu düzbucaqlı üçbucaqdır. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. 30 dərəcəli bucaq qarşısındakı katet 8 isə hipotenuz AD olacaq 16. Bura 60 dərəcədir. 60 dərəcəli bucaq qarşısındakı katet digər katetin kök 3 mislinə bərabərdir. Yəni AC diaqonal olacaq 8 kök altda 3. Buradan hündürlük çəkə bilərik. Buradan hündürlük çəkirik. İndi düzbucaqlı üçbucaqda baxaq. Düzbucaq təpəsinə çəkilən hündürlük katetləri hasilinin hipotenuza nisbətinə bərabərdir. Katetlərimiz 8 və 8 kök altda 3'dür. Bölürük 16'ya. 64 16'ya böləndə 4 kök altda 3. Hündürlük 4 kök altda 3'dürsə burada olacaq 4 kök altda 3. Yəni CH həmçinin AB-yə bərabərdir. Deməli kiçik oturacaq varmı? İndi baxaq. Bura 60 dərəcədə 90. Üçbucağı yaxınlaşdırıram. Baxın bu üçbucağa. Bizə çünki bu HD'nin uzunluğu lazımdır ki, biz kiçik oturacağı da tapa bilək. 90 bura, 60'dırsa burada olacaq 30 dərəcə. İndi H'ın uzunluğu var bizdə 4 kök altda 3'dür. Buraya yazıram H 4 kök altda 3'dür. 60 dərəcəli bucaq qarşısındakı katet 4 kök altda 3'dürsə, deməli 30'un qarşısındakı 4'dür. Çünki 60 dərəcəli bucaq qarşısındakı katet digər katetin kök 3 mislidir. Yəni 60'ın qarşısındakı verilibsə, 30'un qarşısındakı kateti həmin katet tərəfin uzunluğunu kök 3'ə bölməklə tapırıq. Yəni bura 4 kök 3'dürsə, bura olacaq kök 3'ə böləndə 4 və yaxud da Pifaqor teoreminə görə tapa bilərsiniz. Yəni bura x yazırıq HD'yə. Baxın. HD'nin kvadratı üstəgəl CH'ın kvadratı bərabərdir CD'nin kvadratı. Buna görə də tapmaq olar. 4 kök altda 3'ün kvadratı üstəgəl x kvadratı 8'in kvadratı. Buradan da x 4 alınacaq. İndi ümumi AD 16 idi. 4 çıxanda 12. Yəni AH'ın uzunluğuna 12 qalır. Həmçinin BC də olacaq 12. İndi biz orta xətti tapa bilərik. Orta xətt nədir? Orta xətt oturacaqlar cəminin yarısı. Kiçik oturacaq 12, böyük oturacaq 16. Bölürük 2'ye. 28 2'ye böləndə 14. Nömrəli suala baxırıq. Sahəsi 324 kvadrat santimetr olan kvadrat formalı vərəqdən eni 2 cm, uzunluğu 6 cm olan neçə ədəd düzbucaqlı formada vərəq kəsmək olar? Əvvəlcə kvadrat formalı vərəq götürək. Kvadratın sahəsi a kvadratı, yəni tərəfin kvadratına bərabərdir. S bərabərdir 324, a kvadratı 324. Biz də bilirik 324 18'in kvadratıdır. Deməli bu vərəqin eni də 18'dir, uzunluğu da 18'dir. İndi bizə deyir ki, eni 2 cm, uzunluğu 6 cm olan neçə ədəd düzbucaqlı formada vərəq kəsmək olar? Eni 2 cm olması üçün 18'i 2'ye bölürəm, olacaq 9. 18 bölü 2 9. Deməli bu en tərəfdə 9 dənə düzbucaqlı olmalıdır. 1, 2, 3, 4, 5, 6. 1 buradan kəsəndə 1, 2, 3, 4, 5, 6, 7, 8. Buradan da 1'ni kəsək. 9. Uzunluq 18 6'ya böləndə 3 dənə. Baxın. Bunu da 3 yerə bölməliyik. Yəni bu cür kəsəndə vərəqi bu cür kəsirik. En tərəfdə 2 cm, eni 2 cm olmalı. Bu vərəqin altdakı, içindəki düzbucaqlıların düzbucaqlı formada vərəqlər kəsdik. Həmin düzbucaqlı formalı vərəqin eni 2'dir. Uzunluğu da 18'i 6'ya böldük. Çünki uzunluğu 6 cm olsun deyir. 3 dənə olmalıdır uzunluq tərəfdə. İndi bu cür neçə dənə vərəq kəsmək olar deyir. Bura 9 idi. Eni
Daha doğrusu 18'i 2'ye böldük. 9 oldu da 9 dənə yer düşdü. Burada isə 3 dənə. Yəni ümumi bu içindəki vərəqlərin sayını tapanda 9'u 3'ə vurmalıyıq. Olacaq 27. Yəni 27 dənə vərəq kəsmək olar. Bu içindəki vərəqlərin sayı lazımdır bizə. Həmin vərəqin eni 2'dir, uzunluğu da 6. 24 nömrəli sualda kvadrat üçədlisinin ən kiçik qiyməti 8'dir deyir. A parametrini tapın. Deməli, ən kiçik qiymət 8'dir. Baxaq görək. Kvadrat üçədli nə zaman ən kiçik qiymətini alır? A plus 2 sıfırdan böyük olanda. A plus 2 sıfırdan böyük olmalıdır. Yəni x kvadratın əmsalı. Və ən kiçik qiymətini y0'da alır. Y0'a 8'dir deyir. Y0 bərabərdir 4a'da 4ac minus b kvadrat. 8 bərabərdir 4 vur a'mız a plus 2'dir. 4 vur a plus 2 vur c'de 17'dir. Minus b kvadratı b'de 6'nın kvadratı 36. Çarpaz vuranda 8 vur 4 vur a plus 2 bərabərdir 4 vur 17 68 a plus 2 minus 36. Hər tərəfi 4'ə bölsək və yaxud da vurub açaq elə. 8 vur 4 32 32'ni a'ya vuranda 32a 32'ni 2'ye vuranda 64 68a 2'ye vuranda 136 üstə gəl 36 bərabərdir 0. 68'dən 32 çıxanda mənfi 36a. 136'dan 36 çıxanda mənfi 100. 100'dən də 64 çıxanda mənfi 36. Baxaq görək. Mənfi 100 idi. Mənfi 36. Sağ tərəf atanda müsbət 36. A olacaq mənfi 1. İndi a plus 2 sıfırdan böyük olmalıdır. A plus 2 sıfırdan böyük olmalıdır. Çünki ən kiçik qiymət alması üçün x kvadratın əmsalı olan a sıfırdan böyük olmalıdır. Bizdə a'nın yerində a plus 2 dayanır. Buradan a böyükdür mənfi 2. Tapdığımız a bərabərdir mənfi 1-də bu bərabərsizliyi ödəyir. Deməli a parametrinin qiyməti mənfi 1'ə bərabərdir. Və sonuncu suala baxırıq. Bərabər tərəfli üçbucağın perimetri 24 kök altı 3'dür. Xaricinə və daxilinə çəkilmiş çevrələrin radiusları cəmini soruşur. Bərabər tərəfli, daha doğrusu düzgün çoxbucaqlının xaricinə çəkilmiş çevrənin radiusu a bölünsün 2 sinus 180 böl n. Buradan a bölünsün 2 sinus. Bu bərabər tərəfli üçbucaq olduğuna görə n'in yerinə 3 qoyuram. 180 3'ə böləndə 60. A böl 2 vur 9-cu siniflər bu trigonometri nisbətlərdə ədədləri bilmədilər. Yəni dərəcələri sinus 30, 60, 30, 45 və 60 dərəcədəki uyğun qiymətləri əzbər bilməlisiniz. Sinus 60 kök 3 böl 2'yə bərabərdir. 2'lər ixtisar gedir. A böl kök 3. Əgər bu cür düsturda yerinə qoyub çətin gəlirsə hesablamaq. Düsturu əzbər yada saxlaya bilərsiniz ki, xaricinə çəkilmiş çevrənin radiusu a böl kök altı 3'dür. Yox, düsturu unutsaz, bu düsturda n'in yerinə hansı çoxbucaqlıdan söhbət gedirsə, həmin çoxbucaqlının tərəflərinin sayını yazırsınız. Daxilinə çəkilmiş çevrənin radiusu isə a bölünsün 2 tangens 180 bölünsün 3. A böl 2 180 3'ə böləndə 60 tangens 60 da alır kök 3. Bu da a böl 2 kök 3'ə bərabərdir. İndi olacaq. Buraya yazıram. Kiçik r bərabərdir. A böl 2 kök altı 3. Bizdən bu ikisinin cəmini soruşur. Perimetri 24 kök altı 3'dürsə, bərabər tərəfli üçbucağın perimetri 3a. 24 kök 3 bərabərdir 3a'ya. A olacaq 8 kök altı 3. İndi böyük yeri tapırıq. 8 kök 3'ü bölürük kök 3'ə. Olacaq 8. Kiçik r 8 kök 3'ü bölürük 2 kök altı 3'ə. Olacaq 4. 8 ilə 4'ün cəmi də olacaq 12 santimetr. Sınavın əlləri bu qədər. Sağ olun.